Salamlar. Bugün biz dünyanın bəlkə də ən sirli hərbi birləşmələrindən birinin, yəni yaşıl berelilərin dünyasına başvururuq. Bilirsiniz, onlar sadəcə əskər deyillər. Onlar münaqişələrin gedişatını kökündən dəyişdirmək üçün formalaşdırılmış canlı, mürəkkəb bir silah kimidirlər. Bəs necə olur ki, cəmi 12 nəfərdən ibarət bu kiçik, amma yüksək ixtisaslı komandalar bu qədər təsirli ola bilir? Bax, bugünkü təhlilimizin əsas sualı budur. Cavab təkcə silahlarda, atəş gücündə deyil. Yox. Cavab onların kimliyində, necə təşkil olunmalarında və ümumiyyətlə nə üçün yaradıldıqlarında gizlidir. Komandanı başa düşmək üçün gəlin əvvəlcə onun təməl daşına, yəni hər bir əskərə ayrı-ayrılıqda nəzər salaq. Çünki yaşıl bereli olmaq təkcə fiziki güc demək deyil. Qətiyyən. Bu, xüsusi bir düşüncə tərzi və polad kimi bir xarakter tələb edir. Yaxşı, gəlin birbaşa mətləbə keçək. Ordu doktrinası deyir ki, hər bir namizəddə bu xüsusiyyətlər olmalıdır. Dürüstlük, cəsarət, bunlar aydındır, bunlar müzakirə olunmur. Amma əsli maraqlı olanlar bunlardır. Əzm, yəni heç vaxt təslim olmamaq və şəxsi məsuliyyət, yəni işi öz üzərinə götürmək. Düşünün məhz bu keyfiyyətlər sayəsində bir əskər heç bir rəhbərlik olmadan tam bir xaosun ortasında belə düzgün qərarlar verə bilir. Və bu məsələ fiziki gücdən qat-qat dərindir. Əsl güc onların uyğunlaşma bacarığındadır. Yəni, qeyri-standart mürəkkəb problemləri həll etmək. Tamam başqa bir mədəniyyətdə hansı jestin, hansı bədən dilinin nə demək olduğunu bilmək və getdikləri hər bölgənin dilini, adət-ənənələrini dərindən öyrənmək. Bu da onları bir döyüşçü olduğu qədər həm də bir diplomat və psixoloqa çevirir. Deməli, ən vacib məqamlardan biri də budur. Təhsillə təlim arasında çox kritik bir fərq var. Baxın, təlim sənə bir işi necə edəcəyini öyrədir. Amma təhsil sənə nə etmək lazım olduğunu anlamaq üçün tənqidi düşünməyi aşılayır. Yaşıl berelilər üçün bu ikisi də həyati əhəmiyyət daşıyır. Çünki reallıqda heç bir missiya kitablarda yazıldığı kimi olmur. Yaxşı, bəs, bütün bu yüksək səviyyəli fərdi bacarıqlar sonda harada cəmləşir? Cavab. Xüsusi təyinatlıların əsas əməliyyat vahidi olan əməliyyat dəstəsi Alfada, yəni hamımızın bildiyi adıyla A komandasındadır. 12. Bu rəqəmi yadda saxlayın. Bütün çevikliklərin və effektivliklərinin açarı məhz bu rəqəmdir. Niyə? Çünki bu komanda həm gizli qalacaq qədər kiçikdir, həm də özündə onlarla fərqli mütəxəssis bacarığını cəmləşdirəcək qədər böyükdür. Həqiqətən mükəmməl bir balansdır. İndi isə gəldik komandanın anatomiyasına. Bu, həqiqətən də çox maraqlıdır. Komandanlığa bir baxın. Bir zabit, bir gizir və bir də təcrübəli baş gizir. Yəni, həm gənc, dinamik liderlik var, həm də 10 illiklərin təcrübəsi. Möhtəşəm bir kombinasiyadır. Və sonra, mütəxəssislər. Diqqət edin, hər sahədən 2 nəfərdir. Bəs niyə 2? Çox sadə bir səbəbi var. Ehtiyat. Təsəvvür edin ki, bir tipçi yaralandı. Problem yoxdur, ikincisi var. Üstəlik hər kəs bir-birinin işindən az-çox baş çıxarır. Bax, bu, komandanı necə deyərlər, demək olar ki, məğlub edilməz edir. Belə, bəs bu 12 nəfərli İsveçrə ordu bıçağı nə işə yarayır? Onlar düşmən xəttinin çox dərinliklərində tək başına və ya yerli tərəfdaşlarla birgə işləyə bilirlər. İstənilən yolla əraziyə sızır, çox mürəkkəb əməliyyatlar planlayıb, həyata keçirir və hətta yüzlərlə yerli döyüşçüyə məsləhət verərək onları tam effektiv bir qüvvəyə çevirə bilirlər. Bu komandaların gördüyü işlər əsasən bir-birinə tam zidd olan 2 əsas missiya ətrafında cəmlənir. Onlar, sözün əsl mənasında, bir sikkənin 2 üzü kimidirlər. Bir tərəfdə qeyri-ənənəvi müharibə dayanır. Bu, hücum missiyasıdır. Yəni, yaşıl berəllər yerli müqavimət qüvvələri ilə birləşib, düşmən bir hökuməti və ya işğalçı bir qüvvəni zəiflətmək, hətta devirmək üçün çalışırlar. Bu, əsl kölgələrdə aparılan bir müharibədir. Sikkənin o biri üzündə isə xarici-daxili müdafiə var. Bu da müdafiə missiyasıdır. Burada isə onlar müttəfiq hökumətlərlə işləyirlər, onların öz təhlükəsizlik qüvvələrini öyrədirlər və daxili təhdidlərdən qorunmalarına kömək edirlər. Buradakı əsas məqsəd münaqişənin heç başlamadan qarşısını almaqdır. Gəlin bu 2 missiyanı bir də yan-yana müqayisə edək ki, tam aydın olsun. Biri müqavimət hərəkatları ilə işləyir, digəri isə rəsmi hökumətlərlə. Biri devirməyə çalışır, o biri isə gücləndirməyə. Hücum və müdafiə. Amma hər ikisinin də tam mərkəzində eyni unikal bacarıq dayanır. Yerli tərəfdaşlarla və onlar vasitəsilə işləmək qabiliyyəti.
Bəs bu unikal kölgə müharibəsi ideyası haradan gəlir? Kökünü tapmaq üçün 2-ci Dünya müharibəsinin alovlarına qədər getməliyik. Hər şey Britaniyanın Xüsusi Əməliyyatlar İdarəsi, qısaca SOE ilə başladı. Onların ləqəbi Qeyri-Cənab Müharibə Nazirliyi idi, çox da yerinə düşən bir ləqəbdir, çünki missiyaları nasistlərin işğal etdiyi Avropada müqaviməti alovlandırmaq idi. Məhz bu cəsarətli, qaydaları pozan yanaşma Amerika xüsusi əməliyyatlarının da təməldaşı oldu. Və bu yol bizi birbaşa müasir yaşıl berelilərin yaranmasına gətirib çıxardı. Hər şey SOE-dən ilham alan Strateji Xidmətlər Ofisi, yəni OSS-lə başladı. Müharibədən sonra 1952-ci ildə ordu bu modeli götürərək ilk xüsusi təyinatlı qüvvələr bölmələrini yaratdı. Nəhayət, 1961-ci ildə Prezident John Kennedy onların simvoluna çevriləcək o məşhur yaşıl bereti rəsmi olaraq təsdiqlədi. Kennedy'nin bu sözləri əslində xüsusi təyinatlı qüvvələrin arxasındakı bütün fəlsəfəni mükəmməl şəkildə izah edir. Yəni, bəzi problemləri təkcə tanklarla, təyyarələrlə həll etmək mümkün deyil. Bəzən daha incə, daha fərqli, daha ağıllı bir yanaşma lazımdır. Bu da bizi son və bəlkə də ən vacib suala gətirib çıxarır. Bugün 21-ci əsrdə bütün bu texnologiyaların ortasında xüsusi təyinatlı qüvvələrin əsl strateji dəyəri nədən ibarətdir? Onların əsl dəyəri məhz budur. Onlar seçimlər yaradırlar. Onlar bir ölkənin liderlərinə diplomatiya ilə açıq müharibə arasında bir yerlərdə dayanan çevik, az nəzərə çarpan bir vasitə təqdim edirlər. Onlar böyük münaqişələrin qarşısını almaq və ya gərginliyi azaltmaq üçün istifadə edilə bilən strateji bir alətdir. Və beləcə bu təhlilimizi açıq bir sualla yekunlaşdıraq. Kibermüharibə, dezinformasiya, qeyri-dövlət oyunçularının yüksəlişi ilə dolu bir əsrdə bu kölgə döyüşçülərinin rolu necə dəyişəcək, necə təkamül edəcək? Düşünürəm ki, bu cavabını gələcəyin özünün verəcəyi bir sualdır.